Hər birinizi salamlayıram dostlar. Necəsiz? İnşallah ki, yaxşısınız. Sizdən bir xahişim olacaq. Videoya like atmağı və kanala abunə olmağı unutmayın. Yorum da yazsaz çox bomba olar, sevinərəm. Deməli, bu gün sizlərə nədən bəhs eləyəcəm? Real biznesdə necə daha çox pul qazanmaq olar? Hansı addımlar atsaq daha çox pul qazana bilərik? Ondan bəhs eləyəcəm. Deməli, bizim gördüyünüz kimi mənim şəhərimdə, yəni bizim şəhərimizdə deməli burada normalni binalarımız var. Bəli, normalni binalarımız var. Deməli, mən bu binalardan, deməli məndə 8 dənə 10 dollarlıq var, bir dənə coffee shopum var, 5 dollarlıq, bir dənə də deməli ağacım var. İndi bunlardan belə götürək. Yəni gözünüzün qabağında bunları götürək inşallah ki, görürsüz balans artır. Deməli dostlar, nə deyəcəm sizə? Mən buradan aylıq 42 dollara yaxın pul götürəcəm ümumi olaraq. Mən də bura qoymuşam 60 dollar. İndi ağıllı bir fikir deyim ki sizə, bura qoyduğumuz pulu çıxarın. Necə ki, məsəl üçün mən indi burada dediyim kimi 60 dollar qoymuşam və bir ay sonra mən buradan 42 dollar pul götürəcəm. Bunu çıxaracam və yenə bir 10 gün sonra mənim biraz da pulum yığılacaq. Elə bir ki 10 datam üstünə gəlsək 60 dollar. Mən öz 60 dollarımı qoyduğum pulu çıxarıram. Bu pulu çıxardıqdan sonra burada elə bir ki qalan, yığılan pulları yenidən sərmayə olaraq, yəni məndə qalan pulları market bölməsi o vaxta qalsa, market bölməsindən olmasa da digər insanlardan yenidən necə deyim, bina alacaq, belə bir şey eləyəcəyik. Və daha çox pul qazanmaq üçün ikinci bir şey də, daha doğrusu birinci bu bir olmalı idi. Aksiyalara gələnləri, yəni fürsəti qaçırmayın, aksiyaya gələni alın. Məsələn, 1+1 gəlir, 2 dənə yəni eyni binanı alana birinə hədiyyə verirlər. Təbii ki, çox qəşəng bir şeydir. Baxın, məsəl üçün ətraflı girək, 10 dollarlıq bina. 10 dollarlıq binada 3 dollar 59 sent verir aylıq olaraq. Amma aksiyadakı 10 dollarlıq bina bizə verir 5 dollar 14 sent. Görürsünüz də arasında müəyyən qədər fərq. Müəyyən də 1 dollar yaxın fərq var. Bəlkə də ondan da çox. Aha, deməli, yəni biz onu alsaq, elə bir ki, belə düşünsək, 3 dənə bundan alsaq, sonra ikisini belə 3 dənə aldıq da ki, bizim 30 dollar pulumuz gedəcək və biz 30 dollara aya elə bir ki 10 dollar qazanmış, 11 dollara yaxın pul qazanacaq. Amma biz aksiyadan gələni alsaq, elə bir ki 2 dənə 10 dollara, elə bir ki burada 30 dollar ver balası idisə, orada 20 dollara özü 3 dənə alırıq. 3 dənə aldıq. Həm də ki, aylıq olaraq bizə 15-16 dollara yaxın pul verəcək. Hansı yaxşı? Təbii ki, aksiya. Aksiyaya gələnlər yəni üstündür də qardaş. Bunu alın. Aksiyada olanı alın. Aksiyada olana baxın, maraqlanın, ətraflı da incəliyin. Ondan sonra alın. Yəni mənim sizə məsləhətim budur. İstəsəz mənim yəni oyuna təzə qoşulanlar, qoşulmaq istəyənlər mənim referral linkimdən qoşulsun, ya özləri girsin. Belə qoşulsun. Onsuz da əvvəl-axır verir bu 5 dollarlıq binanı və bu bina da bizə aylıq olaraq nə verir baxaq. 5 dollarlıq binamız bizə aylıq 2 dollara yaxın pul verir. Bəli. Yəni buna da şükür. Yəni bu da gəlir. Bir də ki, gündəlik bonusları hər zaman götürün. Bu da ayın axırına deyəndə, yəni gün 7 günə 0.28 sent verir. Yəni bu da aya elə ki 1 dollara yaxın pul verir. Yəni deyəcəyim bu qədərdir dostlar. Videoyu bəyəndinizsə bəyəni tuşuna basmağı və kanalıma abunə olmağı unutmayın. Nəsə də sualınız varsa yoruma yazın. Öpürəm, görüşərik.